Salam əziz uşaqlar. Ay və yerin hərəkəti mövzusuna baxaq. Ay, yer kürəsinin təbii peykidir. Yer öz oxu ətrafında, ay isə onun ətrafında fırlandığından, ayın yerdə müşahidə olunan görüntüsü daimi dəyişir. Bu, göy cismi insanların səyahət etdikləri hələlik ilk göy cismidir. Yer kürəsinin təbii peyki ay, yer ətrafında bir ayda, yəni 27 gün 12 saat 43 dəqiqədə tam bir dövr edir. Ay, yerə yaxın olduğu və səthi günəş işığını əks etdirdiyi üçün aydın müşahidə olunur. Müəyyən zamanlarda ay, yer və günəşin qarşılıqlı vəziyyəti ayın yerin kölgəsində qalması ilə nəticələnir. Yəni, bu zaman ay tutulması baş verir. Yer günəş ətrafında, ay isə yer ətrafında hərəkət etdiyi üçün ayın yerdən görünüşü daimi dəyişir. Onun görünüşündə müşahidə olunan dəyişikliklər ayın fazaları adlanır. Ayın 8 fazası vardır. Onun birinci fazası təzə aydır, yerdən görünmür. Sonra gələn cavan ay, yəni ayın çox az qismi görünür. Birinci rüb müəyyən qədər daha böyük qismi, qabarıq ay, bədirlənmiş ayda isə ay tamamilə bütöv görünür. Bundan sonrakıları isə ayın görünən hissəsinin kiçilməsi ilə davam edir və köhnə ayda yenidən aypara şəklində görünür. Yer və ay qarşılıqlı cəzb olunur. Ayın, yerin ay üzərindəki cazibə qüvvəsi ayı onun orbitində saxlayır. Ayın yer üzərindəki cazibə qüvvəsi isə dəniz və okeanların suyunun qabarma, çəkilməsinə səbəb olur. Su nəqliyyatında və balıq ovunda qabarma və çəkilmənin dəqiq vaxtını bilmək vacibdir. Yerin günəş ətrafında tam dövr etdiyi müddət il adlanır. Yer fırlanır və onun hərəkəti nəticəsində gecə və gündüz yaranır. Yer günəş ətrafında tam dövrünü 365 sutka, 6 saat, 9 dəqiqədə tamamlayır. Təsvirdə yerin günəş ətrafında fırlandığı onun trayektoriyası, yerin öz oxu ətrafında fırlanaraq, ay öz oxu ətrafında fırlanır və eyni zamanda o da yerin ətrafında fırlanır. Və ay və yer isə birlikdə günəş ətrafında fırlanaraq öz bir illik dövrünü başa vurur. Yer qütblərindən keçən və yerin oxu adlandırılan xəyali ox ətrafında tam dövrünü 23 saat 56 dəqiqə 4 saniyəyə tamamlayır. Bu müddət bir sutka adlanır. Yerin öz oxu ətrafında hərəkəti müxtəlif ərazilərə düşən günəş işığının dəyişməsi ilə nəticələnir. Dünyanın bir hissəsində gündüz olarkən, digər hissəsində isə gecə olur. Yerin öz oxu ətrafında fırlanması gecə və gündüzün yaranmasına səbəb olur. Dünyanın bir hissəsində gündüz olarkən, digər hissəsində gecənin olması həmin ərazilərdə vaxtın digər ərazilərdən fərqli olması deməkdir. Digər ölkə və şəhərlərin coğrafi mövqeyinə görə olduğumuz yerlə həmin yer arasında zaman fərqini müəyyən etmək, orada saatın neçə olduğunu hesablamaq mümkündür. Siz burada təsvirdə müxtəlif ölkələrin saatlarının biri-birindən necə fərqləndiyini görürsünüz. Diqqətinizə görə sağ olun. Salam əziz uşaqlar. Ay və yerin hərəkəti mövzusunun ev tapşırığına baxaq. Dünyanın bir hissəsində gündüz olarkən, digər hissəsində niyə gecə olur? Səbəbi izah edin.
Yerin öz oxu ətrafında hərəkəti müxtəlif ərazilərə düşən günəş işığının dəyişməsi ilə nəticələnir. Ona görə də dünyanın bir hissəsində gündüz olarkən, digər hissəsində gecə olur. Bu isə həmin ərazilərdə vaxtın digər ərazilərdən fərqli olması deməkdir. Ay tutulmasına uyğun gələn şəkli seçin. Ay tutulması prosesini izah edin. Cavab ikinci şəkilə uyğun gələcək. Yer günəş ətrafında, ay isə yer ətrafında dövr edir. Ay yerin kölgəsində qaldıqda, günəşdən gələn işıq şüasının qarşısını yer kəsdiyi üçün ay tutulması yaranır. Bu zaman yerin kölgəsi ayın səthinə düşür və ay görünə bilmir. Yer öz oxu ətrafında, ay yerin ətrafında və ay ilə yer birlikdə günəşin ətrafında dövr edirlər. Boşluqlara uyğun gələn ifadələri yazaraq tamamlayın. Bir gün müddətində yer öz oxu ətrafında tam bir dövr edir. Bir ay müddətində ay yer ətrafında tam bir dövr edir. Bir il müddətində yer günəş ətrafında tam bir dövr edir. Şəklə əsasən suallara cavab verin. A. İşıq şüasının hansı xüsusiyyəti ayı görməyimizə imkan verir? İşıq şüası bir cins mühitdə düz xətt boyunca yayılır və parlaq səthdən əks olunur. B. Ay səthinin hansı xüsusiyyəti ayı görməyimizə imkan verir? Ay özü işıq saçmır. Ay günəş işığını əks etdirdiyi üçün onu aydın görə bilirik. C. Ayın neçə fazası var və nə vaxt ay yerdən heç görünmür? Ayın 8 fazası var. Təzə ay fazasında olduqda ay yerdən görünmür. Diqqətinizə görə sağ olun.